Salam uşaqlar, belə bir test modelimiz var. Bu testlər 2 dənə sual yazmışam. Hər biri keçən il 2025-ci ildə 9-cu siniflərin buraxılış imtahanında istifadə olunan sual tipləridir. Birinci sual. Hansı cümlədə mübtəda feil sifət tərkibi ilə ifadə olunur? Feil sifətlə yox, feil sifət tərkibi ilə. Buna diqqət etmək lazımdır. Sizə feil sifət deyir, yoxsa feil sifət tərkibi deyir? A variantı. Bu rəsmləri çəkən mənim böyük əmimdir. Mənim əmim 3-cü nöqtənin söz birləşməsi olduğu üçün parçalanmadan birlikdə cümlə özü olur. Mənim əmimdir. Kim bu rəsmləri çəkən? Bu da oldu sənin mübtədan. Burada çəkən anən feili sifətdir və feil sifət tərkibi necə yaradır? Öz ətrafına söz toplayaraq tərkib yaradır. Görürsən burada iki sözü, bu və rəsmlər sözün öz ətrafına toplayaraq tərkib yaratmış oldu. Və cümlədə də mübtəda funksiyası nə oldu? A variantı sənin düzgün cavabındır. Gələnləri qarşılamaq, onlara yer etmək uzun çəkdi. Uzun çəkdi nə? Gələnləri qarşılamaq, onlara yer etmək. Burada feil sifət tərkibi yox, tərkib işlənib. Amma nə tərkibi? Məstər tərkibi. Mag məstərdir və məstər tərkibi işlənib. Ona görə cavabımız olmur. C-də bu söhbəti yayanları sədr cəzalandırmışdı. Cəzalandırmışdı. Kim? Sədr. Kimi? Bu söhbətləri yayanları. Burada feil sifət tərkibi var. Amma mübtəda deyil. Nədir? Tamamlıqdır. Ona görə C-də olmur. D variantı. Danışanlar bu məsələdə ancaq cavadı günahkar bilirlər. Günahkar bilirlər. Kimi? Cavadı kim? Danışanlar. Burada sən nə işlədib? Feili sifət. Tərkib yox. Çünki bir sözdür. Tərkib olması üçün bunun ətrafında əvvəlində sözlər olmalıdır. Özünü tabe etməlidir. Burada tərkib yoxdur. Yaylığa qalxanda isə feili bağlama tərkibidir. Nə zaman? Yaylığa qalxanda. Burada da tərkib var. Amma feili sifət yox. Feili bağlama olduğu üçün Y variantı cavabımız olmur. Birinci sualda düzgün cavab A variantıdır. 2. Bir balaca boyu var, dam dolusu toyu var. Bu cümlədə hansı bağlayıcı işlənə bilər? Təbii ki, amma qarşılaşdırma bağlayıcısı. Bir balaca boyu var, amma dam dolusu toyu var. Ya getməz. Bir balaca boyu var, dam dolusu toyu var. Bu getmir. Tutaq ki, indi ki, bir balaca boyu var, indi ki, dam dolusu toyu var. Heç biri getmir. Bu cümlə qarşılaşdırma budaq cümləsi olduğu üçün bir balaca boyu var, amma dam dolusu toyu var. Amma bura ən uyğun cavabdır. İkinci sualda cavab variantıdır.